İnfarktda kişi cinsi olmaq özü bir risk faktorudur, bilirsiniz. Yəni 50 yaşa qədər gənc kişilərdə infarkt riski daha çoxdur və depressiyaya düşən də məhz o kişilər olur. Belə bir fakt var. Ürək xəstəliyi bəzən depressiya ilə başlayır. Depressiya bədənin iltihabını artırır. Bu faktı necə izah edirsiniz? Mən bunu xüsusilə də burada bir gender bərabərsizliyi var. Kişi xəstələrdə daha çox hiss edirəm. Bəlkə bunun səbəbi olar. Ümumiyyətlə belə deyək də, infarktda kişi cinsi olmaq özü bir risk faktorudur, bilirsiniz. Yəni necə ki təzyiq, yəni hipertoniya, şəkərli diabet, xolesterin çoxluğu və kişi cinsi olmaq özü infarkt üçün bir risk faktorudur. Müəyyən yaşa qədər qadınlarda estrogenlərə görə, hormonlara görə biz infarktdan qorunuruq. Amma 50 yaşın üstündə ortalama desək, kişi-qadın riski bərabərdir. 50 yaşa qədər gənc kişilərdə infarkt riski daha çoxdur və depressiyaya düşən də məhz o kişilər olur. Necə? Məsələn, 40-50 yaş arası infarktlar çoxdur bizim ölkədə, eyni zamanda mənim də praktikamda. Bu xəstələr gəlir infarktla, stent qoyuruq və mən fikir verirəm, yəni bu xəstələri sadəcə infarkt, stent yönündən maarifləndirmirəm. Eyni zamanda çox ciddi depressiv hallar yaşanır ki, mən artıq heç nə bacarmayacağam, mən yarıcan olmuşam. Bu yarıcan ifadəsi bizim ölkədə çox məşhurdur. Mənim ürəyimdə çapıq qalıb. Xüsusilə də son vaxtlar ChatGPT-yə yazılan suallar, əvvəllər Google bizi narahat edirdi. Google'a bir headache yazıb, orada xərçəngə qədər nəticələr çıxırdı. ChatGPT daha biraz onun təkmilləşmiş formasıdır, amma yenə də necəsə orayla qərar verirlər. Hətta bir xəstəm ürəyimdə yaranan çapığa görə mən ani ölüm, mədəcik taxikardiyası baş verə bilər. Bu belə onu narahat edir. Tamam, xəstəliyinizin fərqində olmaq çox gözəl bir şeydir. Fərqindəlik daha diqqətli olmağa gətirib çıxardır. Siz dərmanlarınızı vaxtında içəcəksiniz, həkimin təlimatlarını düzgün əməl edəcəksiniz. Amma artıq bunu paranoyak bir hala gətirib, evdəkiləri də ciddi narahat edirlər, özləri də ciddi narahat olurlar buna görə. Bu hallar olur. Mən öz praktikamda bacardığım qədər, yəni sadəcə tibbi tərəfdən deyil, psixoloji, sosial tərəfdən də xəstələrə dəstək olmağa çalışıram və bu doğrudur, təəssüf ki, ürək xəstələri, xüsusilə də 40-50 yaş kişilər infarktdan sonra ciddi depressiv hal yaşayırlar.